Qulu Xəlilli, sən yanasan müstəcəb hekayə. Kənddə qonşumuzda bir oğlan vardı, müstəcəb adlı. Enli kürəkli, uca boylu, iri gövdəlinin biri idi. Sanki anadan doğulanda nə bələk görmüşdü, nə də ölçü biçi. 14-15 yaşı ancaq olardı, amma kənardan baxan ona 20-25 yaş verərdi. At yalına oxşar, gör qıvrım saçları boynunun dalına tökülərdi. Odun şələsi kimi aşağı yeriyərdi. Ayağın ölçüsü 46 olduğundan ayaqqabı çətin tapılardı. Buna görə də ya ölçüsüz rezin qaloş geyərdi, ya da göndən yaxud rezindən tikilmiş çarıq. Başı papaq görməzdi, bəlkə də başına saçına heç vaxt daraq çəkməmişdi. Biləyinə tay tuşları içərisində heç kim ilişməzdi. Uzun şana barmaqları sanki yonulmamış, sığal görməmişdi. Əlləri vəl boydaydı. Üz gözünün cözgələri də qəribə idi, sifəti enli, qalın təndir fətri boyda, gözləri bəbir gözlərini xatırladırdı. Cazibədar, iri ala. Pırpızlı qonur qaşları, buruq-buruq qoç buynuzuna oxşayırdı. İri, saf, sıx dişləri, sallaq, şişkin, qaraya çalan dodaqları bir qədər eybəcər görünsə də ona yaraşırdı. Cəmaat arasında ona dızıq, pəzəvəng, müstəcəb də deyirdilər. Qəribə gülüşü vardı, uzadan kəhildəyə şaqqıldayırdı, elə bil köhlən erkək at kişinəyirdi. Üz gözü, bütün bədəni sanki qara misdən libas geymişdi. Dəmir kimi idi. Anası onu doğanda tab gətirməmiş, körpəsinin üzünü belə görmədən bu dünya ilə əbədi vidalaşmışdı. Söz düşəndə özü yarı zarafat, yarı ciddi deyərdi. Hələ süddən yanıq olmuşam, ana südü görsəydim, 2 bu boyda olardım. Atası anasının kəfəni çürüməmiş, qırxı çıxmamış, onu analıq gətirmişdi. Buna görə də nə atasına, nə də analığına məhəbbəti vardı. Hamının yanında ikisini də ucadan söyərdi. Özünə dərd eləyərdi ki, atası öləndə necə ağlayacaq. Günlərlə ac-yalavac qalardı. Buna görə də əlinə evdən nə keçsə, qonşu uşaqlarını verib çörəkli dəyişərdi. Kasıblığın üzü qara olsun, ağır iller idi. Çimmək, hamam nə olduğunu bilməzdi. Hamamı qobular, kəhrizlər idi. Paltarı yuyulmazdı. Bağ-bağça, bostan onun əlindən qan ağlayardı. Yediyini yeyərdi, sonra da iri xaral şalvarının qıçlarını doldurardı. Gileylənirdi ki, qarnım doymur, vaxtından əvvəl yaranmışam. Bu xəsiyyətinə görə ailəyə bəla olmuşdu, güc çatmırdı, söz batmırdı. Cavanlar dirə döymə oynayırdılar. Bir nəfər də olsun onun üstünə yeriməyə cəsarət etməzdi. Çəkib onu xətdən çıxartmaq müşkül idi. Çaldığı toqqaların yeri qançır olardı. Papaq aldı qaç, oynayanda gərək çox cəld və çevik olaydın ki, onun başından papaq qaçıra biləydin. Qurşaq tutardılar, yenə də həndəvərinə hərlənən olmazdı. Sapanla daş atardılar, onun daşı hamının attığından uzağa düşərdi və toz qaldırardı. Birdən 2-3 tay tuşunu çataqlayıb kürəyini atardı. Qəribə xasiyyətləri vardı, cəmaatın gözü qabağında 2 maşın boltunu durdu, yoğun dəmiri dişinə salıb əyirdi. Yumruğu ilə iri-iri mismarları divara, taxtaya yeridirdi. Bir oturuma 25 yumurtanın qayğanağını yeyib qalxırdı. Yarım şaqqa erkəyin cəmdəyi onu güclə doyururdu. 3-4 yaşar uzun qulağı boynunu alıb qaçırdı. 2 illik cöngəni buynuzlayıb yerə basırdı. Hətta bir dəfə kəndə gələn qaraçı ayısı ilə güləşib onu hündür barıdan tullamışdı. Bundan sonra ona ayı basan müstəcəb də deyirdilər. Varlı uşaqların əlində çörək, yağ, bal, yaxmacı, meyvə görəndə tutub alar, gülə-gülə deyərdi. Ged anana denən başına dönüm, mənim də payımı göndərsin. Bunu o elə deyərdi ki, heç kim inciməzdi. 4-cü sinifdən sonra oxumamışdı. Bir dəfə qarnını doydurmaq naminə nə iş olsa gedərdi, kənddə çotana gedərdi. Kərənti çalardı, divar qoyardı, ev hörərdi. Bir tələsi vardı, dovşan, çaqqal, tülkü tutardı, hətta bir dəfə necə olmuşdusa qurd da tutmuşdu. Bunlar onun əyləncə vasitəsi idi. Uşaqlar onun dəstəyilə başına toplaşardı, o uşaqlar da onu qoruyardı. Onun tələsinə süləngi sümsük itlər də düşərdi. Bəzən itlə tülkünü quyruğa bağlayıb şəbih çıxardar, konsert verərdi. Hətta acığı gələn adamların itlərinin quyruğuna içərisi mazut dolu vedrə də bağlayıb buraxmışdı. Kənddə Əhməd Alı adlı bir naxırçı vardı, həm hirsli idi, həm də söyüşçül. Müstəcəbin əməllərini eşidən Əhməd Alı onun anasının goruna söyür. Söz müstəcəbə çatır.
2-3 gündən sonra hay düşür ki, Əhmədalının 20-dən çox toyuğunu tülkü çaqqal aparıb. Qobu deyilən yerdə batıq quyuların arasında tükünü dağıdıb. Əslində bu əhvalat belə olmuşdu. Müstəcəbin Həsən adlı iynənin gözündən keçən dəyirmanın boğazından salsan aşağısından deri çıxan çevic, qorxmaz, qoçaq bir dostu varmış. Pişik kimi hara gəldi dırmaşar, hansı yırtıq deşik olsa oradan xəbər verərdi. Bir gün Müstəcəb göz gözü görməyən zülmət bir gecədə Həsəni götürüb Əhmədalının pəyəsinə toyuq oğurluğuna getdi. Gecənin çırt yarısıymış, Həsəni pəyənin bacasından içəri salır, özü bayırda qalır. Həsən toyuqların tardı yerini öyrənir, əl atıb bir-bir boğazını üzüb bacadan bayıra atır. Biraz keçmiş, pəyənin qapısı cırıldayır, Əhmədalı ağ tuman köynəkdə içəri girir. Bu məqsədlə ki, gün üzdən yozlayan boğaz düyənin doğub doğmadığını baş çəksin. Həsən özünü itirir, pəyənin bacasından çıxmağa ehtiyat edir. Qorxur ki, Əhmədalı əlinə keçən dəhrə yaba ilə onu arxadan yaralasın. Buna görə də quş çevikliyi ilə iri peyin səbətini qaldırıb altına girir. Bayırda ürəyini yeyən Müstəcəb qulaqlarını bacaya söykəyib içərini dinşəyir. Əhmədalı hisli əl çırağını yandırır, malların axuruna baxır. Qızıl düyəni gözdən keçirir, bir anlıq yanını səbətin üstünə qoyur. Yazıq Həsən səbətin altında ölüb dirilir, ödünü udur. Əgər Həsən qəfildən səbətin altından çıxsaydı, yəqin ki, Əhmədalının da halı yaxşı olmayacaqdı. Çox keçmir ki, Əhmədalı çırağı söndürüb yerinə qoyur, pəyədən çıxır. Həsən qan tər içində səbətin altından çıxıb dərindən nəfəs alır. Yenidən toyuqlara cumur. Bacada Müstəcəbin pıçıltısı zülməti yarır. Ay, getdi, ver gəlsin. Həsən yenidən cin kimi öz işinə başlayır. Xeyli keçmiş, Müstəcəbin pıçıltısı yenə eşidilir. Bəsdir, kisə doldu. Həsən pişik kimi tullanıb bacadan çıxır, toyuqları götürüb uzaqlaşırlar. Həsən, Allahsız kişi içəri girəndə yerimdə dondum. Dedim, sən öl, dəli şeydir, dədəmi yandıracaq. Müstəcəb, Allahına qurban olum. Qapını o necə açdı ki, görmədim. Gülüşdülər. Qərarlaşdılar ki, toyuqları kəndin aşağısındakı batıq quyuda gizlətsinlər, səhər gəlib götürsünlər, özlərini kolluğa verib, ocaq çatıb bir doyunca yesinlər. Qayıdıb gedirlər. Səhər gələndə gözlərinə inanmırlar, gecə çaqqal, tülkü, iy alıb toyuqların hamısını eşib çıxardır, tükünü aləmə yayır. Yanıb tökülürlər, sonralar bu əhvalatı hey xatırlayıb gülürdülər. Amma ara bir ağzı göyçəklər Əhmədalının toyuqlarının Müstəcibin güdazına gəldiyini deyirdilər. Əvvəllər onu qəbahətlərinə görə hədələyənlər çox olardı. Sonralar bu hədələr qorxu qarışıq hörmətlə əvəz olundu. Kənddə kim dara düşsəydi, ev tikəndə, meşədən odun gətirəndə, taxta daşıyanda Müstəcəbi də aparardı. Müstəcəb də itiraz etmədən üzü yola uşaq kimi qabağa düşərdi. Zarafatla deyərdi ki, qorxuram yekələndə çox yediyimə görə heç bir qız mənə gəlməsin. Amma işləyəndə o neçə kişinin əvəzi idi. Bir dəfə Müstəcəb dağa dayısı gilə gedir. Dağ havası sərin bulaqlar ona elə bir iştah verir ki, az qala daş qayanı da gəmirib yemək istəyir. Qarnı doymur. Uşaqlardan biri onu daş oyuqlarında çöl arısının yuvasının balını dadandırır. Bu arının yuvasını tapmağın qəribə üsulu varmış. İri bir qayanı götürüb topa çınqıla zərbə vurur, qulağını daşa söykəyib yuvanın olub-olmamasını arıların qızıltısı ilə müəyyənləşdirmək olur. Müstəcəb bu yolla gündə neçə arı yuvası tapıb şanını sorur, hətta onunla dostluq eləyən uşaqlara da verirmiş. Uşaqlar da analarından ona yağ, yumurta, qovurma, pendir, çörək gətirirmişlər. Müstəcəb elə hey deyirmiş ki, qağa, mənim çörəyim daşdan çıxır. Təbiət onu qəribə yaratmışdı, heç nədən çiyrənməzdi. Kirpidən tutmuş porsuğa qədər əlinə keçəni bişirib yeyərdi. Dən yeməyən quşların da ətindən çəkinməzdi. Onun bu xasiyyəti bir sıra uşaqlara da sirayət etmişdi. Bir dəfə siçan yuvasından çörək qurusunu götürüb yeyəndə elə bilmişdilər ki, xəstələnəcək. Amma ömründə heç başı da ağrımamışdı. Çotana, ota, biçinə gedəndə, yaz ağzı süfrə salanda balaca göy çəyirtkələr göz açmağa qoymazdı. Sıçrayıb südün qatığın içinə dolardılar. Hamı geri çəkilərdi. Müstəcəb irəlim. Qatığı çörəklə qatışdırıb başına çəkərdi. Zarafatla deyərdi, onlar məni yeyincə mən onları yeyəcəm. Yeyirdi də. Hansı uşaq onunla dostluq etsəydi, elə bil arxasını dağa söykəyirdi. Kim təklif etsəydi, onlara gedərdi.
Utanmazdı, çəkinməzdi. Ən dəhşətlisi onun səbirliliyi idi. Elə bil dünyada nə qədər səbirsiz, hövsələsiz adam vardısa, hamısının səbrini yığıb ona vermişdilər. O bu səbri ilə kəm, hövsələ, cırtqoz adamları çərlədə bilərdi. Öldürə bilərdi, hirslənib ona ağır söz deyəndə də ya susardı, ya da gülərdi. Atasını söyəndə sinəsinə yağ kimi yaylardı. Həmin adama ağzına qurban olun, bir də söy ürəyimdən tikan çıxsın deyərdi. Analığından bir qız, bir oğlan olmuşdu. Bu uşaqlar da analarının tərəfini saxlayırdılar. Onu istəmirdilər. Bu qəribə xasiyyətlərinə görə hamı ona hörmət eləyirdi. Bir öcək anasından, ondan doğulan bacı qardaşdan, bir də doğma atasından başqa analığı oturub durub qarğıyardı. Bu acgöz çərkədanı Allah mənim balalarıma yağı yaradıb. Ortalığa qoyulanı basmarlayıb içəri ötürür. Mənimkilər qalır ac. Analığı öz uşaqlarına hər gün ayrıca qazan asardı. Müstəcəbin görüb görəcəyi isə şor çörək olardı. O da ala yarımçıq. Buna görə də müstəcəb fürsət düşən kimi özünü evə salar, əlinə keçəni çırpışdırıb yeyərdi. Bir dəfə bərk acır, gəlir ki, qapı bağlıdır. Kilidi mismarla açır, bişmiş qazanında heç nə tapmır. Təknədəki təndir çörəyinin biri ilə küpədəki ərinmiş yağı qabağına qoyub iştahla yeyir, biraz toxtayır. Gözü bəhməz küpəsinə sataşır, küpənin ağzındakı qarın parçasını cırır. Küpə çox dərinmiş, bəhməz ortasından əlini küpəyə salanda analığı uşaqları ilə qapıdan girir. Əli iki olduğundan küpədən çıxmır, küpə qarışıq əlini qoynuna soxur. Analığı işin nə yerdə olduğunu o saat başa düşür, ana bala quzğun kimi onun üstünə cumurlar. Baş gözünü yumruğa dolayırlar. Bununla da ürəyi soyumayan analığı çəkməsini çıxarıb, tabanı ilə müstəcibin təpəsinə döyəsləyir, qulağını ağzına salıb var gücü ilə gəmirir. Kirli və tozlu nimdaş palazı başına keçirib eyvandakı buğda quyusuna itələyib salmaq, ağzını kirkirə daşı ilə qapamaq istəyir ki, onu oğru kimi ərinə döydürüb evdən qovdursun. Müstəcəb küpə qoltuğunda sıpıxıb pırtlayıb çıxır, çarıq bizi əlinə keçir. Onu analığının ovcunun ortasına yeridir. Analığı və uşaqlar qışqırıb kənara çəkilirlər. Müstəcəb iki təndir çörəyi də götürüb, bəhməz küpəsi də əlində qapıdan çıxır. Biraz keçmiş qonşular hay-haraya yığışırlar, səs-küy aləmi bürüyür, arvadı sakit edə bilmirlər. Müstəcəb evin qənşərindəki kəhrizin sarı torpaq tökülmüş hündür yerində, iri qara ağacın dibində əyləşib, küpəni qabağına qoyur, çörəkdən kök loğmalar kəsib bəhməzə batırır, iştahla yeyir. Analığı onun bu hərəkətinə daha da alovlanır, əl atıb yaxasına qarğış tökür. Son tikən olsun müstəcəb, qara vurğun kəlləndən vursun müstəcəb. Qarnında görə getsinə də. Toyun vayına qarışsın müstəcəb. Atının yəhəri qızıl qanla da olsun bala. Ay papağı boş qalmış. Vurğun vurmuş. Bəhməzin hamısını yemə, bu körpələrə də qalsın. Səni Həzrət Abbasın qızıl gözlü gülləsinə ürcah olasan ədə. Bu sözlər heç elə bil ona deyilmirdi. Müstəcəb heç nə olmayıbmış kimi iştahla yeyirdi. Cınqırını belə çıxartmır. Loğmadan ağzına qoyduqca duz yemiş mal dilinə oxşar iri dilini çıxardıb analığını daha da yandırıb tökürdü. Analığı isə çırtım-çırtım yanır, az qala qazandakı cızdaq kimi için-için qovurulur, əlləri ilə ətli budlarını burmalayır, çimdikləyir, bununla qəzəbini soyutmağa çalışırdı, qarğışdan söyüşə keçdi. Ay qancığın qarnından çıxmış, itin belindən gəlmiş, niyə ürəyimi dağlayırsan? Niyə məni diri gözlü oda qalayıb öldürüb, balalarımı yetim qoyursan? Ay qanına bələnmiş, ay köpək oğlu, niyə gedib uzaqda zəhərlənmirsən? Ay gönlü qalın eşşəyin. Bu sözlər heç elə bil ona deyilmirdi, heç bir əhəmiyyət vermirdi. Nə analığının hay-harayına, nə qışqırtısına, nə də bəzilərinin tənəli baxışlarına. Loğmanı ağzına qoyub cəhənglərindən tökülən bəhməzi yalayır, ara bir də dilini çıxarıb dişlərinin arasında sıxırdı. Bəlkə də bir başqası olsaydı onun ürəyi çoxdan partlayardı, Qaradaşdan səs çıxırdı, müstəcəbdən yox. Birdən analığı halsızlaşdı, səsi alçaldı, zarıdı, söyüş və qarğışdan yalvarışa keçdi. Qurban olun müstəcəb, məni söy, ürəyim soysun, məni acıqlan başına dönüm, gəl məni təpiyinin altına sal, denənə bir həya analığım, rədd ol, get həyasızlıq eləmə, denə başına dönüm, müstəcəb, denən, yalvarıram, məni söy, gəl məni döy, sən Allah söy. Daşdan, qayadan, ağaçlardan, bütün həyat bacadan, hər şeydən səs çıxırdı bir müstəcəbdən başqa.
Müstəcəb yenə də öz qaydası ilə iri kömbə əli ilə çörəkdən kəsib Bəhməzə batırıb ağzına qoyur. Ara bir də iri dilini analığına göstərirdi. Bəhməzin küpəsini baraban kimi başına çəkəndə analığı dözmədi, huşunu itirdi. Qollarına girib evə gətirdilər. Hərdən yanıqlı, pıçıltılı, üzücü bir səs eşidilirdi. Səni yanasam Müstəcəb, gəl məni söy.